Qadınlarda sidik qaçırma hansı hallarda əməliyyat olunur? Salam, mən tibb üzrə fəlsəfə doktoru Aynur Hüseynzadə, Bakı Sağlamlıq Mərkəzinin Poliklinik Cərrahiyyə bölümü rəhbəri. Bugün bu mövzu ətrafında danışacağam. Qeyd etmək istəyirəm ki, 3 növ sidik qaçırma vardır. Birinci növ gərginlik tipli sidik qaçırmadır ki, bu zaman qadınlarda öskürəndə, asqıranda, güləndə, hər hansı bir ağırlıq qaldıranda qeyri-iradi sidiyin axması baş verir. İkinci növ urgent və yaxud qıcıqlanma mənşəli sidik qaçırmadır ki, bu zaman gündə bir çox dəfə sidiyə getmək baş verir və hər siqnal gəldikdə ayaq yoluna çatmamış sidik axır. Bundan əlavə bəzən gecə yatıb səhər duranda qeyri-iradi olaraq sidik axır və üçüncü növ kombinə olmuş və yaxud qarışıq tipli sidik qaçırmadır ki, hər iki sidik qaçırmanın əlamətləri bu xanımlarda mövcud olur. Bəs hansı hallarda biz əməliyyat icra edirik? Biz əməliyyatı əsasən gərginlik, bunun başqa adı da stres tipli sidik saxlamazlığı və kombinə olmuş və yaxud qarışıq tipli sidik saxlamazlığında icra edirik. Xüsusi meş və yaxud tor sidik kanalının altına yerləşdirilir və bununla da sidik qaçırma problemi aradan qaldırılır. Kombinə olmuş sidik saxlamazlığı olan xanımlarda isə bəzən xüsusi konservativ müalicənin aparılmasına da ehtiyac duyulur. Yalnız urgent tipli sidik saxlamazlığı əməliyyat olunmur və konservativ üsullarla müalicə olunur.